Salam, hər vaxtınız xeyirli olsun əziz şagirdlər. Bugün sizinlə biz OTK sınağının izahına baxırıq. 23 noyabr 2025-ci ildə təşkil olunan 9-cu sinif OTK sınağının izahına baxırıq. Deməli, bizdən düzgün positive case istəyir. Baxdığımıza görə positive case istəyir. Baxın, burada ismi cəmləyib qarşısına e artiklı verib yanlışdır. Burada baxın, 5 hərfli verib, burada ismi təkdə verib yanlışdır. Burada child apostrof s aralı olmalı idi, yanlışdır. Apostrof s-dən sonra ing varsa, demişik ki, başqa bir feil olmalıdır. Yox, başqa bir feil yoxdursa, bu yanlış cavabımızdır. Bu daha doğrusu cümlə düzgündür, amma positive case deyil. Burada artıq bu əsas feil olur. B variantı düzgündür. This verdi, authors apostrof s aralı, book və was veribdir. Apostrof s arada bir dənə isim və to be feili bizim yerlik pozitiv olduğunu göstərir. B variantı düzgün cavabımızdır. 57-ci testə baxıram. Mən deyir ki, çoxlu kitablar ala bilmədim. Gəlin bizə uyğun olmayan variantı çıxaq. Kitablar cəmdədir, mat çıxır. Elotdan sonra isim olmaz, ona görə çıxır. Burada money var. Burada da money ilə if you olmaz, ona görə çıxdıq. B ilə Y variantı uyğun gəlir. İndi gəlin mənaya baxaq. Deyir ki, mən çoxlu kitablar ala bilmədim. Many, a lot of ikisi də olar. Because, çünki mənim az pulum var. I have many. I have burada baxır, many bir tərəfdə də little olacaq. Burada much olmaz, çünki çox pulum var deyir, uyğun deyil. 58-ci testdə baxıram, adjektivləri istəyir bizdə. Düzgün cavab A variantıdır. Burada baxıram, ion, tion, sion gördüsə, bilin ki, bunlar isimdir. Ona görə çıxdım. Village, kent, forum, way, bunlar da isimdir, getdim. 59-da to help somebody remember something. Kiməsə nəysə xatırlamağa kömək etmək, remind A variantı. 60-cı testdə baxıram, isimləri istəyir. Baxın, hopeful burada getdi. Patient, səbir burada getdi. Funny getdi. Organic getdi. Amma burada Y variantı düzgün cavabımızdır. Davam edirik əziz şagirdlər. Burada baxıram 61-ci testdə. Sən deyir ki, həqiqətən successful olmaq istəyirsənsə, uğurlu olmaq istəyirsənsə, müvəffəqiyyətli olmaq istəyirsənsə, sən necə olmalısan? Sıxıcı olmalı deyilsən, kobud olmalı deyilsən, qəmgin, qəribə yox, B variantı kreativ olmalısan. 62-ci testdə long sözünün antonimini istəyir. Long, short. Düzgün cavabımız C variantı. 63-cü testə baxıram və most popular. Mostdan sonra isim gəlib, deməli D artiklı qoyacağım. Burada da yenə C artiklı olmalıdır. A variantı düzgün cavabımızdır. Davam edirik. Yenə bir artikl. Baxıram, ikinci tərəfdən başlayacağım. Skills cəmdədir də. Cəmdə olan isimdən EN artiklı olmaz. Ona görə bunu silirəm. 3 variant birdən getdi. A və Y variant arasında qaldım. Burada da sayıla bilən isim olduğuna görə, mütləq və qarşısında da sifət verildiyinə görə EN artiklını verməliyəm. Y variantı düzgün cavabımızdır. 65-ə baxırıq, diqqətlə baxırıq uşaqlar. Kate'in dostları heç vaxt sıxılmır. Kimin ilə? Kate ilə. Burada olacaq her, birinci tərəfdə. Və o həmişə onları gülümsədir. Baxıram, indi baxın, bizdən sonra heç məsəl üçün she olmaz. Bunu çıxdım. Kate'in dostları qadın cinsidir, ona görə demdə çıxdım. İndi ikinci tərəfə baxıram, make, feildən sonra she olmaz. Bunu da çıxdım. Heç məsəl üçün bunu da çıxarım ikinci tərəfdən. Baxıram, Kate'in dostu olsaydı him verərdim. Kate'in dostları, onları, ona görə C variantı. 66-da yenə pronandı. İsim var. Sığlı olanlardan sonra isim olmaz. Birinci bunu çıxıram. Jane dostlarına, Jane qadın cinsidir. Jane öz dostlarına təşəkkür elədi. Baxın, burada da yenə isim var, mine silirəm. Öz dostlarına təşəkkür elədiyi E variantı. Yəni her, Jane, Jane'in dostlarına da öz dostlarına təşəkkür eləyib. Burada da yenə dostlar cəmdə olduğuna görə uşaqlar dəyər veririk. Y variantı düzgün cavabımızdır. 67-ci testə baxıram. 67-cidə announce elan etmək, 1-də A. 2-də guide rəhbəri etmək, show the way, yolu göstərmək, 2-də C. 3-də də ərmək, become liquid, maya halına çevrilmək, B. A, C, B, düzgün cavab D variantı. 68-ə baxıram, yenə gerund variantıdır, sualıdır. ING-li olanda dediyi isim cəmdə də gəlsə, onun xəbəri təkdə olmalıdır. Getdi mi? Apostrof S-dən sonraki isimdən, apostrof of-dan əvvəlki isimdən uzlaşır. Of-dan əvvəlki isim cəmdədir, xəbərim cəmdə. Of-dan əvvəlki isim təkdədir, xəbərim təkdə. Deməli, burada 68-də düzgün cavab 2-3. Burada carrying olduğuna görə is olardı birincidə. Burada da eating
olduğuna görə burada da yenə is olardı. Yanlışdır. 69-cu testə baxıram. Sabahınız xeyir uşaqlar. Deyir ki, çərşənbə axşamı riyaziyyat testimiz olacaq. Zəhmət olmasa 3-cü və 4-cü bölməni təkrar eləyin, öyrənin. Özünüzlə qələm gətirin, kalkulyator gətirin və gecikməyin. Burada A-da deyir ki, uşaqlar kalkulyatordan imtahan vaxtı istifadə edə bilməz. İstifadə edə bilmirsə niyə deyir ki, kalkulyator gətir? Yanlışdır. B-də deyir ki, uşaqlar heç nə təkrarlamasınlar. Niyə? Axı deyir ki, 3-cü, 4-cü bölmələri öyrən. Yanlışdır. C variantı düzgün cavabımızdır. Vaxtında deyir riyaziyyat imtahanına qoşulmalıdırlar. D variantında deyir ki, müəllim uşaqlara karandaş verəcək. Niyə karandaş verəcək? Müəllim deyir ki, axı karandaşınızı gətirin özünüzlə. Y variantında da deyir ki, next weekend, gələn həftə sonu. Xeyr, Thursday-də olacaq. Ona görə Y variantı da yanlışdır. 70-ci testə baxıram. Visiting for hours. Deyir ki, görüş səhər 10-dan axşam saat 6-ya kimidir təkcə. Zəhmət olmasa otaqlarda sakit danışın. Otağa daxil olmamışdan əvvəl əllərinizi yuyun. Özünüzlə güllər və digər yeməklər görüş vaxtı gətirməyin. Uşaqlar yetişkinlərin yanında bütün vaxtı dayanmalıdırlar. Təşəkkür edirik köməyiniz üçün. Xəstəxanamızı təmiz və sakit saxlayın. Gördüyümüz kimi burada deyir ki, istədiyin vaxtı xəstəxanaya girə bilərsən. Xeyr, burada saat verilibdir. A variantı yanlışdır. Sən deyir ki, gətirə bilərsən, yox, gətirə bilmərsən, don't bring deyir bizə. Ona görə bu da yanlışdır. Sən çirkli əllərlə deyir, daxil ola bilərsən. Xeyr, əllərini yu deyir. Ona görə yanlışdır. Və burada D variantında görüş vaxtı haqqında bizə məlumat verir. Bəli, D variantı düzgündür. Deyir ki, uşaqlara icazə verilmir. Xeyr, uşaqlara icazə verilir. Sadəcə yetişkinlərin yanında bütün vaxt dayanmaları ilə icazə verilir. Y variantı da yanlışdır. 71-ci testə baxırıq. Deyir ki, yol deyir constructionda, təmirdədir. Zəhmət olmasa ictimai nəqliyyatdan istifadə eləyin. Bağlanmış əraziyə şəxsi maşınlarda daxil olmayın. Biz narahatçılığa görə üzr istəyirik. Təşəkkür eləyirik başa düşdüyünüz üçün. Yol deyir ki, artıq təmir olunub. Xeyr, təmir olunmayıbdır. Deyir, heç bir narahatçılıq yoxdur. Xeyr, narahatçılıq var. İctimai nəqliyyatdan deyir ki, istifadə məsləhət görülmür. Xeyr, məsləhət görünür. Və burada da deyir ki, heç bir ərazi yoxdur ki, tikintiyə görə bağlanmış olsun. Xeyr, D variantı düzgün cavabımızdır ki, şəxsi maşınlarda əraziyə daxil olmağa icazə verilmir. D variantı. Və baxırıq, burada bizim mətnimiz var. Mətnimizdə deyir ki, Lüksemburq deyir, balaca bir ölkələrdən biridir. Hansı ki, deyir ki, Qərbi Avropadan ürəyində yerləşir, mərkəzində yerləşir. Baxmayaraq ki, balacadır, orada çoxlu maraqlı faktlar var ki, səni təəccübləndirəcək. Sərvətinə görə Lüksemburq ən zəngin ölkələrdən biridir yer kürəsində. Lüksemburqun əhalisi 2 dəfə Amerikalılardan daha çox qazanır. Lüksemburq 4-cü yerdə Avropada ən aşağı petrol verdiyinə görə 4-cü yerdə, ən aşağı dizel verdiyinə görə maşınlarda dünyada 2-ci yerdədir. Amazon qərargahı həmçinin də Lüksemburqda yerləşir. 3 dənə rəsmi dil var Lüksemburqda yerli. Əhali Alman, fransız və Lüksemburq dilindən istifadə edirlər. Baxmayaraq Alman və fransız dilləri administrationda istifadə olunur. Lüksemburq dili isə geniş istifadə olunur. Danışıqda, conversationda. French business, otel, restoranlı kafelərdə baxmayaraq ki, Alman dili mediada daha dominant bir dil kimi istifadə olunur. Ən təəccübləndirci fakt odur ki, bizə pulsuz, daha doğrusu bizə yox, pulsuz nəqliyyat xidməti göstərilir. Ən məşhur forması transport Lüksemburqda tramvaydır ki, it was birinci ölkədir ki, free public transportation for whole nation, bütün millətlər üçün pulsuz nəqliyyatdan istifadə olunur. Burada qatarlar, tramvaylar və avtobuslardır. Niyə Lüksemburq 2-ci yerdə yerləşir? Baxın, burada lowest number of diesel cardan deyirdi. Bizdə 77 variantıdır. Hətta burada göstərə də bilərik sizə uşaqlar. Baxın, the lowest number of the diesel cars in the world. Davam edirəm 73-cü testdə. 73-cü testdə nəqliyyat deyir ki,
düzgün olan variantları bizdən istəyir. 73-cü testdə. Burada birinci deyir ki, düzgündür. Nəqliyyat pulsuzdur. Əhalisi də deyir varlıdır. Təbii olaraq ölkə varlıdırsa, əhalisi də varlıdır. Üçüncüdə deyir ki, daha az qazanır. Orada more than-dir, Amerikalılardan daha çoxdur. Amma burada daha az deyir. Baxın, bax more than. Görürsünüz, more than Amerikan. Amma burada daha az deyir, less deyir. Ona görə yanlış cavabdır. Less dediyinə görə yanlış cavabdır. Ona görə 3-ü də silirəm və 4-də deyir ki, əsas dili mediada. Mediada əsas dili axı baxın Alman dili idi. Baxın mediada Alman dili idi. Ona görə 4-də yanlışdır. 1-2 düzgün cavabımız B variantı. 74-cü testə baxıram. Nə haqqındadır? Təbii olaraq Avropada ən zəngin ölkələrdən biri haqqındadır. 75-ci testə baxıram. Luxembourg commonly used. Luxembourg commonly used. Buna baxın. Widely used. Harda? Conversation'da olur da. Baxın conversation'da. Conversation hansıdır? Everyday speech D variantı. Yanlış olanı istəyir. Eastern Avropada deyir, Luxemburg yerləşir. Yanlış olan bir yanlışdır. Çünki biz Western Avropada yerləşirdi. Baxın, Eastern yox, Western. Sonra consist of trends. Aha, bu düzgün cavabı idi. Bunu götürmürəm. Müxtəlif deyir ki, state var. State language, dövlət dilləri var. Bəli, 3 dənə dövlət dili var idi. Düzgündür. Luxemburg ikinci böyük ölkədir Avropada. Xeyr, bu da yanlışdır. 1-4 yanlış cavabımızda. 77-də listeningdir. Listeningi əziz şagirdlər paylaşacağım. Mütləq izləyərsiniz. Amma gəlin mən sizə düzgün cavabları deyim. Burada düzgün cavab birincidir. Bir də üçüncüdür ki, bizə mətndə verirdi. E variantı. 78-də nə haqqındadır? B variantıdır. 79-da izə baxın bu cümləni məhz eşitdik, bizə verəcək. Orada Y variantındadır. 80-ci testdə baxıram. Təkcə deyir Azərbaycanda. Xeyr, bu false-dur, yanlışdır. Orada İran, Türkiyənin də adını çəkirdi. Başlanğıcında deyir burada, amma orada end of October deyir. Yəni sonunda deyirdi. Oktyabrın sonunda deyirdi. Ona görə ikincidə false yanlışdır. Üçüncüdə əziz şagirdlər, baxın bu cümləni 3-ü orada mətndə eşidəcəksiniz. 4-də də listeningdə eşidəcəksiniz. Baxın, 4-cü də true-dur, 3-cü də true-dur. Amma 1-2 false-dur. Listeningdə bunları eşitməyəcəksiniz. Əgər izah xoşunuza gəldisə və ya siz də hər hansı bir sınaqda iştirak etmişsinizsə, zəhmət olmasa bizimlə əlaqə saxlayın, sınaqlarınızı, izahını çəkib paylaşaq. Təşəkkürlər.